e, müraciəti ilə müraciət ediblər ki, xahiş edirik, gəlin yenə də işıqlandırılır. Mircalar küçəsi 18 nömrəli binanın qarşısındayıq. Həmən bina ki, bax, yaşıllıqları, uşaqların əyləncə mərkəzi, sərin içkilər üçün, çayxana üçün düzəltmək istəyirlər. Lakin sakinlər narazılıq edir ki, onsuz illərdir bu kəbabxananın indi biz evdə otura bilmirik. Bundan sonra da söyür səs ki, biz burada otura bilmərik. Buyurun, kim danışır? Özünüzü təqdim edin. Özünüzü təqdim edin. Sahib Zamanov, bina Mircalal 18 binanın sakini. Yəni bizim burada yığışmamızın məqsədi odur ki, burada bizim binanın qabağında abadlıq işləri aparıldı. Abadlıq işlərin, binanın yarı hissəsində abadlıq işləri aparıldı, yarı hissəsində bu abadlıq işləri nə ilə əlaqədar olaraq dayandırıldı. Bu abadlıq işləri dayandırılandan sonra burada kafelerin, yeməkxanaların sayı başladı artmağa. İndiki bu, yəni bununla neçə dəfə kafenin rəhbərliyinə, işçilərinə dedi ki, yəni bu qədər olmaz da bu əraziləri zəbt eləmək. Çünki bina 8 bloklu, xeyli 5 mərtəbəli bir binadır. Burada əhalinin sayı çoxdur. Məhlə də balaca bir məhlədir. Yəni 15 adam çıxanda məhlənin yarısı tutulur gedir. İndi də bizə bugünkü bura yığışmamızın əsas məqsədi odur ki, məhlənin böyründə bir balaca yer qalıbdır. Burada bir kafe açmaq istəyirlər. Bu kafe də bu məhlənin bu balaca bir hissəsində bu kafe nə cür olacaq, necə olacaq heç bir məlumatımız yoxdur. Kafenin işçilərinə soruşuruq, deyirlər ki, bizim sənədimiz var. Bu sənəd varsa, bu tikintinin aparılması üçün icazət olmalıdır. İcazə olmasa bu iş aparılmamalıdır. Burada bir gül qabı var idi. Yəni gül qabı deyəndə tikilmiş bir gül dibçəyi var idi. O gül, bax, bu da bax buradadır. O gül dibçəyini buradan götürdülər. Yerində qazdılar, elədilər, yerini simentlədilər. Biz bununla əlaqədar olaraq Mənzil İstismar İdarəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, 19-cu polis bölməsinə müraciət elədik, heç bir tədbir olmadı. Gecə ilə başladılar, həmən bu gördüyünüz bu ərazini söküb yerini simentləyəndə. Biz 102 xidmətinə müraciət elədik. Oradan gəldilər, polislərlə gəldilər, hoşun bu işi dayandırdılar, çıxdılar, getdilər. Getdilər, səhərsi gün gəldilər, bu gördüyünüz düz simenti yeri burada çala qalmışdı. Yəni tam uçulunmamışdı. Polis gəlib bunun qabağını aldı. Və səhərsi gün gəldilər, o yerdə qalanı da uçurdu, apardılar, burada bir dənə simentlədilər və bu ərazi bu formada qalır. İndi bizim burada yığışmamızın məqsədi odur ki, yəni burada kafe, binanın girişi, 3 yerdən binanın girişi kəsilib. Yəni bura girmək mümkün deyil. İndi burada tikilsə 3-cü, 4-cü girişdə kəsilir. Demək olar ki, bir dənə binanın başına düşüb, avtobusdan düşüb bir 100 metr qabağa gedib, 100 metr daha bırakın gəlib, təzdən evinə girməlisən. Bu düzgün bir şey deyil axı, bu dövlət var, bunun qanunları var, hər bir şey qanun daxilində həll olunmalıdır. Yəni bizim əsas müraciətimiz odur ki, bu əvvəlki bu dibçə öz yerinə bərpa olunsun. Yəni bu cəmaət burada əhali çoxdur. Heç olmasa burada bir balaca yer var, uşaq oynayır, böyük çıxır, nə bilim qocası var, bir hava almaq istəyir, yayda şeylə heç nə mümkün deyil. Burada kafelerin də tüstüsündən vəbşi mümkün deyil. Bütün günü bu ağaçlar var, şam ağacı, 60-cı ildə tikilmiş şam ağaçlarıdır. Axşama kimi bu tüstünün içindədir. Antisanitariyadır. Antisantariyadakı kafenin arxasına gəlin baxsanız, görərsiniz ki, nə vəziyyətdədir. Yəni bizim müraciətimiz odur ki, buna bir əlac tapılsın. Yəni bu qanunsuzluğun qabağı alınsın. Yəni bu qədər də olmaz axı, bu cəmaatı da hara geçsin, burada tutulsun, cəmaat elə evində otursun, işlərə çölə çıxmasın. Çox sağ olun. Меня зовут Самира, я жительница этого дома, 18-го дома.
в этом году посмотрите, пожалуйста, что у нас здесь происходит. В данный момент, в данном случае, посмотрите, в данном случае у нас здесь убрали цветник, очень большой цветник у нас здесь был, загородили деревьями, елочками. Посмотрите вокруг, вот все елками здесь обгородили, вот такую еще немаленькую территорию. Эта территория составляет 1/6 часть двора нашего 8-блочного дома. Фактически сейчас во дворе поставили еще 2 скамейки дополнительно. То есть в эти дни, видимо, все-таки подсуетился наш Носеминский райисполком. Но тем не менее, посмотрите, пожалуйста, где сейчас начинается лето, весна, где нашим детям отдыхать. Опять-таки начнутся скандалы, опять начнется, пьяные люди будут на дороге стоять. Выходя в данный момент из городского транспорта, пройдя мимо кафе, невозможно не встретить выпивших людей. Просто в маркет пройти невозможно. Просто. İllər öncə burada hadisə, cinayət hadisəsi də baş vermiş. Сколько лет уже назад я уже к ним обращалась, уже разговаривали, общение было, все невозможно. Я здесь живу почти 60 лет, с начала постройки этого дома. Фактически на сегодняшний день у нас дома стоит дым, когда работает вот это, извините, крематорий. Жарится, парится, весь дым стоит у нас дома. Дома уже ремонт, не ремонт, в квартире находиться очень сложно, очень трудно, если не включать кондиционер. Потом, кроме того, соседи. С людьми просто встретиться, спуститься нам негде. Встретиться негде, общаться негде вообще. И кроме того, посмотрите, за своим кафе они поставили просто туалет, который в 8-10 метрах смотрит на окна, на наши окна. По утрам здесь бывает очень страшная вонь, просто-напросто вонь канализации. Этим дышать невозможно бывает. То есть надо принимать какие-то меры очень срочные, я думаю. И кроме того, посмотрите, какую территорию они сейчас хотят еще забрать. Эта территория... Фергана Хану, можно вас? Посмотрите, вот я иду. Вот, здесь была площадка забетонированная, да, тамет положили. И сколько еще территорий они хотят отхватить? Вот, пожалуйста, где, до какого места? Эти деревья сажали наши родители. Эти деревья ставили наши старые соседи. У нас сейчас очень много квартирантов. Почему? Потому что старые соседи уже не могли с этим бороться. Просто ушли отсюда. Просто не могут здесь жить. Kimin yılda Azərbaycanda iqtisadi vəziyyət nətər olur? Sən gördüm. Onunla bağlı mənim heç bir anlayışım yoxdur. Siz deyirsiniz ki, yəni mənim üçün heç bir problem yoxdur, kafe açılsın. Yəni ana bacılarımız üçün fərqi Yox, yoxdur da, kafe yəni evin burada açılmaz. kafe. Kafe açılmazsa da açıq kafe mi? Siz burada işləyirsiniz, düzündür. Xeyr. Bəs kafenin adından niyə? Kafenin Sakinlərin adından adından yox, kafe adından. Bilirsən kafe açılacaq. Siz de zatlayacaq. Mən dedim ki, açılmaz yəqin. Necə? Hardan eşitdin sən kafe açılacaq? Xanım özü danışıqda deyir ki, burada kafe açılacaq, ana bacılarımız. Yox, Bax, siz də cavan bilmirsiniz. oğlansın, cavan oğlansın. Bəli. Siz razı olasınız ki, evinizin qarşısında belə bir pivano açılsın. Pivənoy açılmanı mən razı olmalıyım. Bəli. Çok sağ ol. Xoş. Buyurun. Добрый вечер. Добрый вечер. Добрый вечер. Я проживаю здесь с 90-го года, Мирджалала, 18. У нас в этом месяце начали строить здесь кафе, чайхану. Мы вообще против этого. Почему? Потому что детям негде играть. Вместо того, чтобы строить площадки детские, на этом месте они устроили здесь чайхану. Полностью они здесь разобрали клумбу. Также здесь построили донерные, шашлычные. Все время мы не можем даже открыть окна. Запах этих всяких дым невозможно. Вещи пропахли
этим шашлыком. Так что burada yaşayırsınız. да. Мы не можем не выйти погулять, ни с детьми, ни посидеть ну, я нервничаю. Нет. Давайте. Devam edin. Salam əleykum. Mən Mirzə 18 bina sakini Fərid Məhəmmədov. Mən bütün ömrümü burada yaşamışam, bu məhəllədə böyümüşəm və böyüyə mənim də başqa bir insanlarla birgə görmüşük bu məhəllənin necə formalaşıb, nə baş verib burada. Və hal-hazırda biz toxunduğumuz məsələ odur ki, gördüyünüz bu betonlaşmış ərazi, yəni burada gül dibçayı olmuşdu. Hardasa bir olmasa 50-60 sm hündürlüyündə bir gül dibçayı olmuşdu. O söküldü. Bu bir neçə gün qabaq. Mart ayının əvvəlində isə bu gördüyünüz bu yolkalar, ağaclar, şam ağaclar bura hasar şəklində tikilib. Düz istəyirəm. Ağaclar salınıb ki, böyüsün. Bunlar hasar şəklində olaraq, yəni görmüşük. Görüntü şəkildə hasar, konkret olaraq hasardır. Yəni o tərəfə baxsaq, bu dörd tərəfi hər yerinə əkiblər. Yəni ağac əkilirsə, yaşlaşdırma, abadlaşdırma olursa, bu şəkildə olmur. Bu şəkildə olmur. Seyrə şəkildə olur. Yəni ağaclar bütün məhəllə tərəfinə səpəlməlidir. Hər yerdə əkilməlidir. Yəni bu şəkildə bu düzgün deyil. Bu bir. Nə düşünürsünüz? Nə tikmək istəyirlər? Nə etmək istəyirlər burada? Ağacları bu şəkildə etməklə məqsədləri nədir? Məqsəd tam aydındır nə olacaq. Burada gül dibçəyi də sökülüb, yer hazırlanıb. Bura kafe olması hazırlaşır. Yəni bizə bunu konkret olaraq deyiblər, bildiriblər ki, bura kafe olacaq. Biz bura kafe olmasını qətiyyən narazıyıq. Fikir verin. Binadan bura 15-20 metrə cəmi məsafə var. 25 metre olsun. Yəni kafenin bu qədər evin yaxınlığında olması düzgün bir şey deyil. Nə qədər 120 dənə mənzil var burada. 120 dənə ailə yaşayır. Və gecə gündüz səhərə kimi kimsə cəmaət gəlib qulaq asmalı deyil buradakı kafedə olan məsələləri. Burada kimsə oturaq, pivə içəcək, çay içəcək, söyüş söyləyəcək, nerede oynayacaq, bilmir nə olacaq. Hər halda, yəni burada adi kafe də olsa, detski kafe də olsa, uşaqlar üçün, qadınlar üçün fərq eləmir. Bura səs-küy olacaqsa, bu bizim evlərimizdə olacaq. Biz bunun qətiyyən narazıyıq. Və burada gördüyünüz ətrafda nə qədər qonşular görürsə, onlar hamı narazı. Hələ qonşuların hamısı burada deyil deyənə, yəni biz daha çox. Sadəcə olanlar burada düşür. Kimə müraciət eləmək istəyirsiniz? Və bundan əlavə məhəllədə bir neçə məsələ toxunmaq istəyirdim. İmkan varsa keçib mən sizə göstərim. Hal-hazırda biz sizinlə davam edirik. 2015-ci ildə abadlaşdırma işləri görülmüşdü bu ərazidə. Yəni 2015-ci ildən bu 25-ci ildir bizdə. Hal-hazırda gördüyünüz məhəllənin bir hissəsini abadlaşdırılmıyor. Fikir verin, torpaqlıqdır. Ağaclardır, əvvəldən olan ağaclardır. Görürsünüz, burada nəsə işıq salır, işıq saçır. Bunu təzə tikiblər. Bu tualetdir. Bu kafenin tualetidir. Yəni bu, belə bir şey olması məhəllədə düzdürmü? Yəni sizin fikrinizdə məhəllədə, binadan 15 metr məsafədə tualet olması düzgündürmü? Sonra İnsanların, övladlarımızın bu Kafenin tuvaleti burada. əylənəcək. bəli, bu kafenin tualetidir gördüyünüz. Bu tuvalete nə bərp olunur burada? Onların tuvaleti... Bu olmamışdı. Bu ümumiyyətlə olmamışdı. Bu özü gördüyünüz ikinci mərtəbədir. İki mərtəbə kafedir. Bu kafe hələ ki bir mərtəbə idi keçən il. Keçən il yayında bura başladılar. Təmir işləri, yəni ikinci mərtəbə qaldırılır. Yəni gecə gündüz, səhər saat gecə saat 2-yə kimi, 3-ə kimi burada təmir işləri olmuşdu. Laqonda səsi, perforator səsi, cəmaət yəni gecə rahat yata bilmirdi. Bu məsələlə bağlı hara şikayət eləmişsiniz? Problemlə bağlı. Bu məsələlə bağlı biz yaxınlaşmışıq. Yəni 77 sayılı REK rəisinə yaxınlaşmışıq Vüqar müəllimə. Biz bildirmişik onu bizim uçuskovi, yəni əraziyə baxan polis əməkdaşına. Bəli. Yəni bizə bildiriblər ki, o ki xəbər verəcək. Xəbər dediklərinə baxmayaraq yenə işlər davam olurdu. Bir neçə düşmüşük, birbaşa insan balası kimi danışdıq. Dedik ki, ay kafe işçiləri, saxlayın bu işləri. Yəni gecədir, yəni cəmaət yatmalıdır. Gecə vaxtı saat 2-də, 3-də.
Hə, yaxşı, baş. Halbuki qanun çərçivəsində saat 10-dan sonra nəsə bir səs-küy salmaq olmaz. Bu düzgün bir şey deyil. Biz sizlə gəldik həmin əraziyə. 2015-ci ildən bura abadlaşdırma işləri görüldü. Binanın üzü 4-cü bloka qədər, yəni binanın yarısı işlər görülüb abadlaşdırma. 4-cü blokdan üzü 1-ci bloka qədər gördüyünüz. Bura baxın, nə tamet var, nə ot var, nə ot biçir, nə də skameyka qoymayıblar. Yəni bu nə abadlaşdırma görülübsə, bu kafenin arxasına düşən bütün ərazi heç bir iş görülmür. Bu məsələdə əsas günahkar kimi görür. Onunla bağlı mən fikir bildirə bilmərəm. Amma 15-ci ildə bunu abadlaşdırma işini kim görürdüsə, məncə o bunu cavabı verməlidir ki, nəyə görə binanın yarısı qalıb, nəyə görə görülmür. Bax, şəhər icra hakimiyyəti. İcra hakimiyyəti günahları. Mənim nöqteyi nəzərim, yəni dəqiq deyə bilmərəm. Yəni bu abadlaşdırma işləri ilə ya Nəsimi rayon icra hakimiyyəti ya da Bakı şəhər icra hakimiyyəti məşğul olur. Hal-hazırda icra hakimiyyəti yoxdur. Olmadığından sui-istifadə edə bilərlərmi? Yoxsa əvvəldən bu cür vəziyyət? Yox, əvvəldən bura elə əvvəldən yarımçıq qaldı. Əvvəldən. Əvvəldən. Lap elə abadlaşma aparanda bura kimi qazonu döşədilər, səhərisi gün gəldilər, qazonu buradan çıxardıb apardılar. Bəy, siz dediniz ki, buranın sahiblərinin, işçilərindən birindən dünən dedi ki, biz əvvəl axır oranı çayxana eləyəcəyik. Və dedilər bizim sənədimiz var əlimizdə, eləyəcəyik. Söhbət hansı Sənəd, mən də o sənəddə dedim ki, sənəd varsa, bunu ikinci üçün burada icazə olmalıdır. təqdim eləyə bilərlər, sənədlərini təqdim eləsinlər də, niyə etmirlər sənədlərini təqdim edirlər? Əgər sənəd varsa təqdim etməlidir. Biz kafe ilə görüşmüşük, danışmışıq və bildirmişik ki, əgər sizin icazəniz varsa, sizə icazəni təqdim edin. Bəli, təqdim olunmalıdır. Yox, bizə bir sənəd təqdim olunmuyor. Yəni nəsə bir çizim göstərilib, çertyordur, amma bu çertyor bir sənəd deyil, o icazə deyil. Yəni hər hansı belə bir işləri görmək üçün baxın, nə üçündür burada? Oranın teknikləri ona görə. həmən gül dibçəyi qırılanda onun daşları gətirib burada düzülüb. Görürsüz? Sağda düzülüb, solda düzülüb, burada düzülüb. Burada müəllim yaxşı vurğulamışdı ki, kafenin ərazisində bir çox ağaclar var idi. Ağaclar belə. Bəli, mən hələ balaca uşaq idim, burada oynuyordum. 8-10 yaşda uşaq idim. Mənim yadımda orada güllər var idi. İndi kafenin içinə daxil olsaq, bir dənə gül tapmaq olmayacaq. Yəni nə qədər gülü qırıb sındırıblar. Kimin sözü var? Hanımlar, kimin sözü var? Son olaraq kimə müraciət edirsiniz? Kimə müraciət edirsiniz son olaraq? Valla biz son olaraq Bakı İcra Hakimiyyətinə müraciət eləmişik, hələ biz cavab almamışıq. İndi növbəti müraciətimiz birinci xanımadır, Mehriban xanım, vitse-prezidentimizədir bizim müraciətimiz. Yəni bu küçə də onun babasının adını daşıyır. Mircəlal Paşayev. Yəqin ki, o da bu bizim müraciətimizə biganə qalmaz. Öz köməkliyini yəqin ki, göstərər. Bu binada yaşayan insanların hamısı ona öz minnətdarlığı bildirər ki, yəni bu bizim işimizə müsbət yanaşdı. Yəni bizim istədiyimiz elə bir böyük şey deyil. Yəni bizim bir balaca ərazimiz var. İstəyirik ki, o ərazi biraz yaşıllaşdırsın, daha da abadlaşdırsın. Balaca uşaqlar oynasın, qadın, qız, gəlin, nə bilim, yaşlı qoca çıxıb gedib bir-birinə ünsiyyət qura bilsinlər. Yəni bizim istədiyimiz elə böyük bir şey deyil ki, deyək ki, bu qeyri-adi bir şeydir, onu həyata keçirmək mümkün deyil. Yəqin ki, biz belə fikirləşirik ki, şu yaxınlarda Mehriban xanıma da müraciət edəcəyik. Yəqin ki, o bizim cavabımıza müsbət yanaşacaq. Yəni biz belə fikirləşirik. Təşəkkür ederim. Çox sağ olun. Müəllimə də verərsiniz. Buyurun. Ad soyadınızı deyin, zəhmət olmazsa. Abdullayev Qafar, 18-ci binanın sakini. Mən də qonşuların dedikləri ilə şəriyəm. Həyətimizdə, yəni blokun qarşısında kafenin açılmasına qəti etiraz edirik, narazılığımızı bildiririk. Çox sağ olun. Belə dəyərli izləyicilər, biz yenə Mircəlal Paşayev küçəsi 18 nömrəli binanın qarşısındayıq. Ciyərxana adlanan kafenin özbaşınalığından yenə sakinlər şikayət verir. Çox xahiş edirlər ki, bu barədə kanallarınız vasitəsilə ölçü götürəsiniz. Baxın, bu zibilxana bizdə уже 1 il yox, уже 5 il, 6 ildir qalır. Baxın, hələ indi səhər dumandan sonra nə iyi olur burada? Həm kanalizasiya iyi, həm də bu zibilxana iyidir.
Bakın, burada da, yukarıda da, bakın, ikinci mərtəbəli kafedir. Oldu. Təşəkkür edirəm. Yəqin ki, kanallarımız vasitəsilə baxarlar. Sizin şikayətiniz əsasında bir tədbir görərlər. Təşəkkür edirəm izlədiyiniz üçün. Çox sağ olun. Kanalımıza abunə olun.